Quranı başdan sonacən neçə dəfə oxumusunuz Ema xanım? Ayrəm, Quranı istəyirsən 50 dəfə oxu, istəyirsən 1000 dəfə oxu, sən onu başa düşənməzsən. Çünki Quranı oxumaq üçün öncə gərək Qurandan gələn kitabları oxuyasan. O kitabları oxumaq üçün Quranın özü 2-ci surənin 23-cü ayəsində səni yönəldir. Əgər bu Qurana şəkkiniz varsa, sizdə bəşər üçün daha xeyirli kəlam varsa, iddianız doğrudursa, Allah'tan başqa bütün şahidlərinizi, büyük şair və alimlərinizi bu işdə özünüzə köməyə çağırın. Büyüt, məscidin daşı, divarı, baş qoyulan möhür, Kəbədə qaradaş, ən yekə büyüt. Sual verək ki, bu Quranı nətər anlayaq? Cavab verəcək. Büyüt bizə cavab verəcək, yox. Şairlərin sinəsinə gedəndə cami deyir ki, əvvəl əlifbanı öyrənməmişsə, Quranı oxuya bilməz bir kimsə. Quran qurucudur. Quran bu qurur, bu qurmuyub. Bu özündən öncə gələn kitabların doğruluğuna sübutdur və onlara dəlildir. Başa düşdürmü? Öncə o qabaq gələn kitabları dərk etməlisən ki, Quranı anlayasan. Quranın içərisində bir vərəq hikmət var. Amma qalın bir kitabdır. Tez suludur Quran. Quranın içini inşa edəcəksən. Bu Quran nə demək istəyir? Vəssalam. Bundan ötəri də gərək nə qədər kitabı gözdən əliyəsən ki, onun məntiqini anlayasın. Məsələn, deyirmi ki, şairlərin sinəsinə gedin? Nizami Sirlər Xəzinəsi elə belə yazılmayıb ki. Orada bir sir yatır ki, bunun adı Sirlər Xəzinəsidir. Xəmsəsində deyir, bu dastanlarda dünya sirrindən çox xəzinə açarı gizlətmişəm mən. Hər kəsin əlində olsa bu açar, bir çox xəzinələr, tilsimlər açar. Xəzinəni açmağa açar gərəkdir açar. Açılmaz xəzinələri şairlər sözlə açar. Görürsən, birbaşa həm Peyğəmbərin kəlamını təsdiq edir, həm Quranı. Eləmi? İndi deyəcəksən Nizami hara, Quran hara? Bütün peyğəmbərləri, bütün imamları, loğmanları, müdrikləri idarə edən, hərəkətə gətirən ruh müqəddəs ruh olur. Ona görə Nizamidə bir kəlmə söz işlədir. Muştuluq naməsidir əsərim ürəklərə, baxışlardan zillənir nəzərim ürəklərə. Bunu Nizami mi deyir? Bunun da müqəddəs ruh deyir. Yəni, bu müdriklərin sinəsində Allah öz sirlərini elə qəşəng gizlədib ki, Quranın sirrini açmaq üçün. Hər tarix şeir ilə alsa yaraşıq, şübhəsiz ki olacaq biraz dolaşıq. Şeirimdən açsaydım bəzəkli donu, azacıq zəhmət ilə yazsaydım onu, bu böyük Fatihin, yəni Rəbbin sərgüzəştindən bir vərək yazmaqla bitirərdim mən. Deməli, Quranın sinəsində bir vərək hikmət var. Bax, bunu vurğuluyur. Hər yerdə o qoca, o sənət əri yanlış söyləmişdir doğru sözləri. Yanlışa yenidən mən vurub bəzək, o qoca şairdən üzr istəyərək. Açım bu düyünü, bəlkə bir təhər ki məndən
dost aşnalar, bu din xadimləri inciməyələr. Bəlk təməl üstündə qurdum bir bina ki, ziyan dəyməsin divarlarına. Hər kəs söz mülkündən söz almış bilər. Qəribə səbkili olmuş bu sözlər. Ən yekə açarı götdük. Deməli, bu kitabların sinəsində Allahın sirləri demək istədikləri qəribə səbkili şəkildədir. Gəlirik Qurana. 3-cü surənin 7-ci ayəsinə. Bir hissəsi hökmü bəlli sözlər, yerdə qalan hissəsi mənası bəlli olmayan sözlər. Deməli, bizə lazım olan hökmü bəlli, mənası aydın sözlərdir. Deyir, sənə tamam kamal bir kəlmə sözdür. Vəh gəlməyincə Quran oxumağa tələsmə. Bu Quranın sirri gərək vəh gələ ki, sən onu dərk edəsən. Yoxsa özünü yora. Onun sirrinə görürsən, adam gəlir deyir ki, mən ən yanlış yoldayam. Mən ən yanlış yoldayam. Məsləhətinə şükür. O dərəcədə anlayır, o dərəcədə qanır. Mən neyniyim? Yaradana şükür. Quran tez-tez uludur. Onu başdan ayağa oxumağa mənası yoxdur. Yəni, o heç nə vermir. Necə də verməyib. Nəyi kamilliyə çatdırır. Hanı yer üzərində kamillik, hanı yer üzərində sülh, əmin-amanlıq, hanı yer üzərində barış, sevgi yoxdur. Bütün gizli sirlərin Quran deyir, aşkar olacağı gün bu viranə şəkilində yığılıb. O Nəsimi deyirmi ki, Xaqani? Xaqani deyirmi ki, ibrətli sözlərimin dünyalarca mənası var. Fəqət viranədir burada bütün lağımlar. Bax, bu viranə lağımlardan çıxan sözdür. Bütün gizli sirlərin aşkar olacağı gün əzəl gündən təyin edilmiş bir vaxtdır. O gün həqiqətən haqla batil ayırt ediləcəkdir və bu haqda hər kəsə xəbər veriləcək. Bu həmin xəbərdir ki, sizə verilir. Lakin o günün saatını bunu İncil deyir. Allah'tan başqa heç kim bilmir. Mən də bilmirəm. Höküm, danışaram.